uşaq bu günləri məktəbdən evə qayıtdı, soruşmalısan ki, məktəbdə nə oldu, necə keçdi dərslərin, hansı dərs sənin üçün daha maraqlı oldu, hansı dərsi ümumiyyətlə sevirsən. Uşaq, yəni normaldır da, kimya dərsini sevməyə də bilər, riyaziyyat dərsini sevə bilər. Yəni bu uşağın həm zehni tutumundan asılıdır, həm onun xarakterindən asılıdır. Biz uşağı illa da bütün dərsləri %100 sevməlisən və %100 ondan uğur qazanmalısan deyə məcbur etməməliyik. Bəlli məsələdir, biz özümüz də məktəb oxumuşuz, siz də oxumuşsunuz və bilirsiniz ki, müəyyən, hər bir insanın öz xarakterinə, ruhuna uyğun fənləri var və ona meyllənəcək. Avtomatik ona meyllənəcək. Siz ona məcbur da eləsəz, o yenə, məsələn, nə qədər mənim əlaqə saxladığım tələbələr var, hətta öz atasının, anasının diktəsi ilə gedib ixtisasını seçənlər var ki, yarıda qoyub qayıdırlar, sonra universiteti bitirirlər o ixtisas üzrə. Amma sonradan magistra başqa bir ixtisas oxuyurlar. Bu o demək ki, mən səhv seçmişəm, seçimimi səhv eləmişəm. Ona görə də biz indidən onun maraq sahələri ilə maraqlanmalıyıq. Bu mövzuya yenə keçəcəyik. Müsbət danışmağı təqdir etmək. Bacararsan, inanıram sənə kimi ifadələr işlətmək. Bu ifadələr uşağa hava və su kimi lazımdır. İnandırım sizi, mən dərslərimdə uşağı qaldırıram, o uşaqlar sizin uşaqlar. Deyirəm ki, 3 dənə müsbət cəhətini deyinəm. Uşaq deyə bilmir və deyir ki, mənim müsbət cəhətim yoxdur. Niyə deyə bilmir sizdə? Evdə valideyn çünki təqdir edir. Bəli, çünki evdə ona valideyn indiyə kimi onun müsbət cəhətini deməyib. Burada kimsə durub deyə bilər uşağının müsbət cəhətini, 3 dənə müsbət cəhətini. Amma uşağın özü-özünü motivasiya eləməsini danışmırıq ona. Uşaq bu dəqiqə bizdəndir. Sabah o universitetə gələcək, əskərliyə gedəcək, o bizdən ayrılacaq. Və yaxud da biz bu dünyada müvəqqətiyik, bu gün var, sabah yoxdur. Biz olmayanda uşaq neynəyəcək? Demək ki, biz onu özü-özünü motivasiya eləmək, öz uğurlarına sevinmək, öz müsbət cəhətlərini bayaqları, yəni bunu özü də özündə formalaşdırmalıdır və bunu biz təmin eləməliyik ki, uşaq özü-özünü motivasiya eləsin. Digər məsələ mühitin təhlükəsizliyi. Mühit təhlükəsizliyi deyəndə biz nəzarət kameraları ilə hündür çəpərlər nəzərdə tutmuruq. Biz sağlam mühit nəzərdə tuturuq, səmimi, mehriban.